Sabahınız xeyir olsun. Bugün şəhərimizin tarixində çox əlamətdar bir gündür. Bakı şəhərində çox gözəl, müasir otel açılır. Cümeyra Bilgah otelinin fəaliyyətə başlaması çox əlamətdar hadisədir. Otel çox gözəldir. Mənim də demək olar ki, otelin bütün yerləri ilə tanış olmuşam. Çox gözəl otaqlar, çox gözəl dizayn. Otaqların hamısı dəniz mənzərəlidir. Bu otelin əlbəttə ki, dəyərini artırır. İctimai yerlər çox böyük zövqlə yaradılmışdır. Mənə verilən məlumata görə 9 restoran burada fəaliyyət göstərəcək. İdman zalı, qapalı açıq, yüzmə hovuzları, iclasların keçirilməsi üçün, beynəlxalq tədbirlərin, şənliklərin keçirilməsi üçün bir neçə gözəl yer burada mövcuddur. Mən artıq Cümeyra qrupunun rəhbərinə dedim ki, bu oteldə demək olar ki, hər bir gözəl oteli fərqləndirən bütün əlamətlər cəmlənib. Unikal, gözəl, yaraşıqlı, çox böyük zövqlə yaradılmış bir oteldir və əlbəttə otelin bütünlüyü onun yerləşməsindən asılıdır. Bu otelin yerləşməsi də çox unikaldır. Dəniz kənarında yerləşir, şəhərdən bir qədər aralı yerləşir. Buranın havası da çox təmizdir. Amma eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportuna da çox yaxındır. Cəmi 10-15 dəqiqə ərzində aeroporta çatmaq mümkündür. Bakıdan çəkilən gözəl yol da rahatlığı artırır. 8 zolaqlı yol tikilib və yol davam edir. Və ümid edirəm ki, bir ildən sonra buradan Sumqayıta qədər də yeni yol açılacaq. Dilgə-Sumqayıt yolunun tikintisi indi uğurla gelir. Bir sözlə, məni bugünkü gördüyüm mənzərə çox sevindirir. Mən çox şadam ki, ölkəmizdə, Bakıda, Bilgədə dünya səviyyəli otel yaradılıbdır. Cümeyra otellər şəbəkəsi dünya şöhrətli şəbəkədir. Onların müxtəlif bölgələrdə otelləri var. Bəziləri ilə mən tanışam. Hamısına əlbəttə ki, bütün o otellər haqqında bir şey deyə bilmərəm. Amma ümid edirəm ki, bu Cümeyranın ən gözəl otellərindən biri olacaqdır. Azərbaycanda təkcə bu il 3-cü 5 ulduzlu otel açılır. Bir qədər əvvəl Kempinski, ondan sonra Hilton, indi də Cümeyra oteli açılır. Və bir ildə 3-5 ulduzlu otelin açılması çox böyük hadisədir. Onu göstərir ki, investorların Azərbaycanın gələcəyinə, Azərbaycanın turizm potensialına çox böyük ümidlər var, böyük inam var və yerli və xarici investisiyalar Azərbaycanda lazım səviyyədə qorunur. Biz ötən 15 il ərzində ölkəmizə 100 milyard dollardan artıq investisiyaları cəlb edə bilmişik. Təkcə keçən il 16 milyard, bu il hələ ki hesablamalar gedir, əminəm ki, ondan artıq vəsait Azərbaycan iqtisadiyyatına qoyulur və bu vəsaitin bir hissəsi turizm infrastrukturunun yaradılmasına yönəldilir. Gələn il təkcə Bakıda yenə də 3-5 ulduzlu otel fəaliyyətə başlayacaqdır. Marriott, Four Seasons və Fairmont otelləri. Və beləliklə 2 il ərzində Bakıda təkcə bir şəhərdə 6-5 ulduzlu dünya şöhrətli otel istifadə ediləcək. Mən hesab edirəm ki, bu unikal bir hadisədir. Nəinki bu bölgədə, postsovet məkanında və geniş mənada, qitədə unikal bir hadisədir ki, 2 il ərzində bir şəhərdə 6 dünyanın ən məşhur brendləri öz otellərini müştərilərin üzünə açır. Bu ölkəmizin ümumi inkişafını göstərir
Bunu göstərir ki, Azərbaycana vəsait qoymaq üçün yerli və xarici şirkətlər öz imkanlarını gücləndirirlər. Azərbaycan yaşamaq üçün, istirahət etmək üçün çox gözəl bir yerdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk. Yeni infrastruktura layihələri icra edilir. Qədim Bakı nəzarət altındadır, dövlət tərəfindən qorunur. İçəri şəhərdə təmir bərpa işləri böyük zövqlə aparılır. Bizim gözəl bulvarımız yenidən qurulubdur. Bakıda yeni bulvar tikilir. Bir neçə aydan sonra yeni bulvarın açılışını biz qeyd edəcəyik. Yeni bulvar Bayraq meydanına qədər uzanacaq, Bayraq meydanı ilə birləşəcək və indiki bulvarımızın 4 kilometrinə əlavə ən azı 8 kilometr dəniz kənarı gəzinti zolağı əlavə ediləcək. Bakı, yenə də deyirəm, dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk, Bakını qoruyuruq, Bakını sevirik və belə gözəl otellərin Bakıda yaradılması məni şəxsən çox sevinir. Onu da qeyd etməliyəm ki, təkcə Bakıda deyil, digər bölgələrdə də hal-hazırda bir neçə 5 ulduzlu otel tikilməkdədir. Biri Qubada, üçü isə yeni yaradılan Şağdab Xizək Kurort zonasında. Bu otellərin istifadə verilməsi Azərbaycanın turizm potensialını daha da gücləndirəcək. Bu il Azərbaycanda turizm ili elan edilibdir və mən çox şadam ki, turizm ilində dünya otellər şəbəkələri Azərbaycanda gözəl otelləri açırlar, gözəl memarlıq abidələrini yaradırlar. Mən sizi və Bakının bütün sakinlərini, Bakıya gələn qonaqları bu gözəl hadisə münasibəti ilə ürəkdən təbrik eləmək istəyirəm. Mən əminəm ki, otel çox uğurla fəaliyyət göstərəcək, burada çox gözəl xidmət göstəriləcək və Bakı sakinləri üçün, şəhərimizdə və qonaqlar üçün yeni gözəl istirahət və əyləncə yeri yaradılacaq. Fürsətdən istifadə edərək sizi qarşıdan gələn Yeni İlk Bayramı və dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edirəm. Sizə işinizdə uğurlar arzulayıram. Sağ olun.